Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə məruzə ilə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edərək qeyd edib ki, milli əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmir. Tədbirdə təbrik nitqi ilə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qadınları 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik edib. Onlara cansağlığı, ailə səadəti və xoşbəxtliyi arzulayıb. Qeyd olunub ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın siyasətinə böyük hörmətlə yanaşıb. Ulu öndər ölkə siyasətinin bütün sahələrində qadınlara xüsusi yer ayırıb. Onların hərtərəfli fəaliyyətinə geniş meydan verib. Lider qadınlar yetişdirib. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur. İctimai, siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti dövlətimiz, dövlətçiliyimiz naminə xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bugün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələr təqdim edilib. Daha sonra tədbir tanınmış müğənnilərin ifalarında geniş konsert proqramı ilə davam edib. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.